Buyurun. Salam müəllim, necəsiniz? Sağ olun, sağ olun. Çox sağ olun. İman neçə yerə bölünür və necə başa düşə bilərik? İman neçə yerə bölünür və necə başa düşə bilərik? Çox gözəl bir sualdır. Həqiqətən də çox əhəmiyyət kəsb edən sualdır. Ümumiyyətlə iman haqqında da söhbət. İman haqqında siz sual verdiniz. Bunu belə deyə bilərəm ki, iman əsası etibarilə iman iki yerə bölünür. Mən dedikcə bunu qeyd edin, xahiş edirəm, ruçkayı alın, qeyd edin, elə izləyicilərimizə də aiddir. İman öz-özlüyündə iki yerə bölünür. Bunlar təqlidi iman, biri də təhqiqi iman. Təqlidi iman ənənələrdən, köhnə şeylərdən, mühitdən və ailədən gələn imana deyirlər. Buna misal olaraq da o şeylər də aid ola bilər ki, misal üçün o batıl inançlar, o xurafatda batıl inançlar deyirlər ki, misal üçün gecə dırnaq kəsmək olmaz, ömür qısalır, əli belə qoyanda bədlik gətirir, nə bilim, qara pişik qabağından keçəndə nə bilim işin rast gəlmir. Yəni bu təqlidi iman ailədən, ənənədən, mühitdən gələn imana deyilir və bu mərhələnin, yəni bu imanın sahibi olan şəxslər Allahı, Peyğəmbəri və axirəti dəlilləri ilə idrak edə bilmir. Dəlilləri ilə idrak edə bilmir və belə bir iman sahibi şəxs sanki dünya heç bir vaxt bitməyəcək kimi yaşayır və axirətə lazımi hazırlıq göstərmir. Bu nə oldu? Qaranlıq qalan bir şey yoxdur ki? Bu oldu təqlidi iman. Amma biri də var ki, təhqiqi iman. Təhqiqi iman isə artıq burada o dəlilləri dərk etmə yerinə gəlib çıxmış oluruq da. Yəni təhqiqi iman da insanın Allahı, Peyğəmbəri və axirətə, Allaha, Peyğəmbəri və axirəti dəlillərlə, sübutlarla, elə bil ki, dəlil və sübut şəklində iman gətirməsinədir. Yəni burada həm iman gətirmiş olur, həm də onu dəlillərlə, sübutlarla başa düşmüş olur. Yəni bu iman növünə malik olan bir şəxs sadəcə inanmaqla qalmır, eyni zamanda şüurlu şəkildə dərk etmiş, anlamış olur. Bura qədər hər şey oldu. İndi təhqiqi imanın, bunu da qeyd eləyin, təşəkkür edirəm. Təhqiqi iman da öz-özlüyündə üç yerə bölünür. Bunlar biri ilməl yəqin, ikincisi aynəl yəqin, üçüncüsü həqqəl yəqin. İlməl yəqin, yəni Allahı elm və bilik vasitəsilə tanımaq. Aynəl yəqin, Allahı sanki görmüş kimi tanımaq. Həqqəl yəqin, Allahı hiss edərək yaşamaq. Yəni Allahı hiss edərək və yaşayaraq dərk etmək kimi. İndi burada qaranlıq qala bilər, bunu da belə açım. İlməl yəqin nədir? Təsəvvür edin, siz biraz qıraq bir yerdəsiz, belə bir dənə xəyalınıza gətirin, yolla gedirsiniz, bir meşəlik bir yerdə, qıraq bir yerdə, görürsünüz ki, bir balaca qabaqda göydən odun qalxır. O odunun qalxmasına səbəb nə ola bilər? Odun, atəş. Bu ilməl yəqindir. Yəni sən anlayırsan ki, bu tüstünün, bu odun qalxmasına səbəb onun bir odun və ya da bir atəş parçasının vasitəsilə qalxmasıdır. Yəni sən bunu görmədən dərk edirsən, bu ilməl yəqin şöbəsinə deyinir. Eynəl yəqində isə artıq bunun o deyirlər, bu atəş, bu tüstünün hardan mənbəyini axtarmaq üçün gedirsən, artıq yaxından görürsən ki, doğrudan da burada bir yanğın var, burada bir od qalxıb da kimsə qalayıb od yanır. Bu artıq görmüş kimi qavramaq bu eynəl yəqin şöbəsinə daxildir. Son olaraq həqqəl yəqin onu hiss etmək. Yəni bu da necədir? Sanki o alovun içinə əlini salırsan, artıq o alovu hiss edirsən, əlin yanmağa başlayır, bütün vücudunda təcəssüm edir, onu
o dilləri iliklərinə qədər hiss edirsən. Bu da həqqən yəqin şöbəsinə aid olmuş olur. Qaranlıq qalan bir yer qaldımı dəyərli dost? Necə? Hə, çox təşəkkür edirəm. Ümid eləyirəm dostlarımızın da başa qaranlıq qalan yer olmadı. Yəni həqiqətən də belə deyək ki, indi burada son bir şey var. Onu da deyim. Bax, onu da deyim, keçirəm ölçəyimə. Deməli, insanın da bunu da deməyim lazım gələrsə, insanın da inkişaf etməsi üçün, ali hədəfə getməsi üçün təqlidi imandan təhqiqi imana keçid etməsi lazımdır. Bu keçid də yalnız araşdırma, düşüncə, dəlil və sübut nəticəsində mümkün ola bilər. Yəni oxumaq, mütaliə eləmək, düşünmək bunların vasitəsilə insan gələ bilər. Bu da bizim iman mövzumuz oldu. İnşallah ki, qaranlıq qalan yer olmadı diləyirəm.